Bu evdə nə çox qəmlənirlər. Bu evin divarları dağılır. Bəzən görürsən ayrılıq elə ani olur ki, ona hazır olmursan. Heç cürə barışa bilmirsən onunla. Amma neynəmək olar? Qəza bu qədər var. Allah deyilən bir qüdrət sahibi var. Məsləhət verəyim. İndi özümüzü öldürsək də, öldürməsək də, neynəsək də, biz ancaq ora gedəndə hər şey rahatlaşacaq. Onlar bu yana gəlməsələr də biz o tərəfə meyilliyik. Yəni hər bir canlı Qur'an-ı Kərimdə buyurur ki, ölümü dadacaq, hər bir canlı. Amma şəhid barəsində buyurur ki, ona ölü deməyin, Allah yanındadır rüzülənir. Bax, belədir. Yenə də deyirəm, Allah bizim bu qəhrəman oğullarımızı rəhmət eləsin. Sənə mərd oğullar edər canını qurban. Sən yeryüzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq. Bir daha yenmə, səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan. Sən qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Arzusu ürəyində qalan bu gənc əskərin solmuş baharı var vətən yolunda. Buna akam tarihin qısa ömrün, adın şəhid yazdılar məzar başında. O dünyasında çox az bahar görüb, onsuz aylar, illər çox qəmli ötür. 1% gözlərin əbədi yumur, qopub ömrün yarpağı cavan yaşında. Allah rəhmət eləsin deyək. Allah səbirlər heç vaxt unutmaz. Bizim boyun haqqımızdır, bugün bura gəlmişik, yığışmışıq. Bəzən görürsən də olur da qələm əldə olanda yazıram ki, artıq ziyarətə gedənlər də azaldı. Deyəsən, yaxınlar da, doğmalar da yoruldu. Yəni qəm çəkməkdən onlar da yoruldu. Evimizin qapısı aylarla, illərlə, yəni belə həftələrlə, aylarla döyülmədi. Belə günlərimiz də var qarşıda. Yəni bu dərdi çəkməliyik, yaşamalıyıq. Yusuf Peyğəmbər zindanda 7 il atasının ayrılığını ağlayırdı. Ancaq bizim valideynlərimiz olacaq ki 5 il, 5 ildən sonra 10 il, bəzən 20 il evladı üçün ağlayacaq. Çünki bir hədis var, deyir bizim alimimiz, İslam alimləri 80.000 Yahudilər, yəni ki Bəni İsrail Peyğəmbərindən əfsəldir. Yəni belə bir şey var. Niyə? Çünki görürsən İslamiyyətdə unutmamaq var, xatırlamaq var. Ondan sonra Allaha ibadət var, itaət var. Bütün bu haqlar var. İnsan nə edir? Bunları yad edir. Və borcumuzdur ki, hər bir zaman bunları yaşadaq. Ondan sonra təbliğ edək, bunların haqqında yazaq, yaradaq ki, gələcək nəsillər qoy bilsinlər ki, bizim vaxtı üçün bax belənçiyinə döyüşçülərimiz olur ki, o 25% torpağın, yəni demək olar ki, böyük əksəriyyətini hardasa 44 günə həll edən bir qəhrəmanlar. Əgər bugün bu oğullarımız şəhid olmasaydı, biz heç cürə belə, necə deyərək, belə danışıb, vətənpərvərlik, nə bilim, nə, o pap sözlərlə, zadla çıxışlar eləmək olur. Amma fakt ortalığa qoymaq olmur. Faktı bunlar qoydular olur. Nə ilə? O axan qanları ilə. Onların məzarları da, ondan sonra özləri də, axan qanları da paşdır. Bura gələn əlbəttə ki, müəyyən bir şey hiss edir. O şeyləri ki, o necə deyərlər, başqa qəbristanlıqlarda heç vaxt hiss edə bilməz. Gecə saat 3-də də gəlsə qorxu keçirməz. Amma o birisinə gedə bilməzsə, gündüz gedəndə bağlı yardır. Çünki burada günah, xətər yoxdur, burada heç bir şey yoxdur. Necə də deyir, var imiş, o bir şeir yazmışam, yadıma düşdüyüzə deyəcəm. Necə də dünyada çox imiş düşməni könlümün. Yəni mən bilmirdim, ancaq var imiş hardasa düşməni könlümün. Nə qədər gəzsəm də tapılmadı əlacı, dərmanı könlümün. Qürbət eldə can verdi. Sultanı, xanı könlümün. İndi mənə məzardan baxır, ruhu, canı könlümün. Allah ona rəhmət verir. Allah səbirlər verir. Sizləri də yorulmaq, kövrəlmək istəmirəm çox. Böyük dərdə düşdük, böyük müsibədə düşdük. Buna hazır da döyüldük. Görürsən, hərdən elə yanıqlı sətirlər. Mənim bir çətin günlərim o qədər çox oldu həyatda ki, ömrüm çatmadı onlardan danışıb saya bilmədi. Neyiniyim ki, bu həyatda, bu yatdığım gecələrdə
bir şirin röya yuxuyu bilmədim, mən heç nə bilmədim. Qəmdən başım. Allah rəhmət eləsin. Allah rəhmət. Şərəfli yol keçirdi. Qəhrəmandır. Siz böyük insanlarsınız, şəhid anaları, ataları. Böyük işlər üçün yaranmısınız. And olsun Allaha. And içərəm üçün ki, Həzrət Hüseyin şəhidlər sərvəri. Bəzilərinə görəndə ki, itaətə bağlıdır hər şey. Kim ki yolunu sapmasa deyəcək, yanımda deyən, indi müşahidə elə. O haqdan boyun qaçıranlar, fərarilik eləyənlər, şəhidin haqqını yiyənlər, talayanlar. İndi bax gör onlarla rəftar necə olacaq. Biz onlara nələr eləyəcəyik əməllərinə görə. O günlər çox da uzaqda deyil ha. Çünki Qur'an-ı Kərimdə Əraf surasında Allah Təala Teala buyurub ki, biz 3000 il, 4000 il, 2000 il qəbirdə yatmış bir insanı qaldıranda ona sual edərik ki, sən nə qədər qaldın torpaqda? Deyər, bir gün və yaxud da yarım gün. Bəzən də deyərik ki, yarım saat. Belə qaldım. Həyat bu cürdür. Biraz pərdələr çəkilib. Amma o tərəfi də düşünmək lazımdır ki, o da var. Ona görə də təmkinli, səbirli olmaq lazımdır. Allah sizlərə səbir versin. Bu dünyada, bu şəhidin mükafatı, mən dünən də qeyd elədim ki, birinci mükafat nədir? Sizə verilən səbirdir. O sizə verilməsəydi, elə görərdi ki, valideyn də ölür. Yəni